Deyək ki, bax belə eləmişsiniz də indi. Aha, bəli. Görürsünüz, sizin sağ əlinizin baş barmağı üstədir. Deməli, siz bioloji olaraq sağaxeysiniz. Bir çox insanlar örgədilmiş sağaxey olsalar da, amma təbiətdən solaxeydirlər. Və onlarda bioloji laterallıq çox önəm daşıyır. Və burada çox maraqlı bir əlaqələr yaradır. Embrional toxumalarla yanaşı, mezoderma, ektoderma və bunların hardan nə inkişaf olunması, hansı səbəbdən, hansı bioloji aktivasiya səbəbindən stres zaman keçirildikdə, hansı orqanlarda, hansı səbəblər baş verir və bunların hamısı ona gətirib çıxardır ki, biz artıq süd vəzindən, nələrdən, haçan nə baş verdiyindən asılı olaraq biz bilirik ki, bunun əsasında hansı proseslər durur, hansı streslər durur. Ən vacib stres süd vəzin xərçəngində ən birinci yaranan səbəbi qorxudur. Doktor, ananın studiyamızda qorxusudur. zəngimiz var. Qəbul edək. Alo. Əlaqə kəsildi. Süd vəzin xərçəngində misal üçün, orada toxumalar var. Bəli. Vəzi toxuma, birləşdirici toxuma. Bəli. Yəni mezoderma, birbaşa vəzi toxuma və ektoderma. Ektoderma o keçidləri protoklardadır, amma özü mezodermadır. İndi təsəvvür eləyin ki, süd vəzinin əsas funksiyası nədir? Bir ana olanda, bir xanım ana olanda balasına südün verilməsidir. Deməli, süd ifrazı birinci funksiyadır. İkinci, üçüncü funksiyalarda var süd vəzinin, estetik və s. və qadınlıq, bu qalır tərəf. Amma bioloji nöqteyi nəzərdən bu sırf qidalanmaq üçün bir vasitədir. Və əsasən də xanımlarda, sağaxeylərdə sağ süd vəzi daha çox partnyorla münasibətinə təsir göstərir. Hər hansı bir problem olduqda, hər hansı bir stres yaşadıqda. Sağaxeylər üçün sol süd vəzi uşaq tərəfidir. Solaxeylərdə əksinə sol süd vəzi partnyor tərəfidir, sağ süd vəzi uşaqla, valideynlərlə olan bir münasibətdədir. Deməli, deyək ki, bir sağaxey xanımda sol süd vəzində hər hansı bir şiş əmələ gəlirsə, bu onun uşağına qarşı olan hər hansı bir yaşanmamış, axıra qədər istifadə olunmamış prosesin nəticəsidir. Özü də doktor Rickenhammer deyir ki, bu elə-belə stres olmamalıdır. Bu üç şərtə səbəbli bir stres olur. Qəflətən, dramatik və təcrid olunmuş şəkildə. Yəni, nə deməkdir bu? Deyək ki, rahat bir yay günündə oturmuşsunuz, birdən qəflətən bir arı köynəyinizin arasına girir. Qəflətəndir, dramatikdir, arı sanca bilər və həmən anda deyək ki, tək olsanız, kiməsə bunu bildirə bilmirsiniz. Birinci saniyə qorxu, həyəcan, ölüm həyəcanı, birdən vurar, ölərəm, ağrı falan. Sonra arı uçub gedir, stres soğurur və insan yenə də bərpa olunur. İndi təsəvvür edin ki, bir ana uşağı getdiyi yerdə yıxılır